Salam dostlar. Deməli, dini inanca görə insan həm cisimdən, həm candan, həm də ruhdan ibarətdir. Heyvanlar isə yalnız candan və cisimdən ibarətdir. Yəni onların ruhu yoxdur. Ona görə də onlar imtahandan azaddılar. Yəni bu məntiqlə belə anlaşılır ki, ruh müasir dillə desək, insanın məhşərdə cavab vermək proqramı kimi insana yüklənib. Yəni biz Tanrının o əmanətinə sadiq olduğumuz qədər böyüyük və ondan üz çevirdiyimiz qədər balacayıq. Yəni haqqın nə qədər yanındayıq, həqiqətin nə qədər yanındayıq, o qədər böyüyük. Ümumiyyətlə insanın mahiyyəti onun həqiqətə, haqqa münasibətindən ibarətdir. Məsələn, cinlər isə adından da göründüyü kimi yalnız candan ibarətdir. Onların nə cismi var, nə ruhu var. Cin sözü də oradandır. Yəni can sözünə qohum bir sözdür. Ona görə də onların dini inanca görə, yəni onların şəkildən şəkilə düşmək imkanları var. Söz isə irfan fəlsəfəsinə görə, söz isə ruhun deməli cismə birləşdiyi nöqtədə, yəni candadır. O həmin həlqənin məhsuludur. Yəni həm insanlıq elementləri var sözün içində, həm də ruhani elementlər var. Bu da can halqasında birləşir. Yəni can cismlə ruhun arasında bir həlqədir, bir vəsilədir. O ikili xüsusiyyət daşıyır. Həm yəni belə deyək də materialist mahiyyətlidir, materiya mahiyyətlidir, həm də ideya mahiyyətlidir, həm də idealist mahiyyətlidir. Ona görə məsələn kimsə deyə bilir ki, mənim canım ağrıyır. Məsələn canı çıxdı. Məsələn, ancaq heç vaxt deyə bilmərik ki, ruhum ağrıyır, məsələn. Deyir, filankəs canlı adamdır. Yəni, həm də bir görünən, fiziki bir anlayışdır. Amma məsələn, filankəs ruhlu adamdır, tamamilə başqa anlayışdır. Ümumiyyətlə mücərrətdir. Yəni, onun heç bir müstəqim mənası yoxdur. Yəni, bu mənada sözü daha çox həm insanlığın, həm ilahiliyin məhsulu kimi, deməli, cismlə ruh arasında bir vəsilə, yəni canın məhsulu hesab edirlər. Məsələn, Mövlana ona görə deyir ki, söz can yonqarıdır. Çox möhtəşəm bir ifadədir bu. Yəni ki, insanın canından çıxır söz. İnsanın canı kimi ortaya çıxır, canının bir məhsulu kimi çıxır. O deyir, filankəs ürəkdən oxuyur, ürəkdən nə bilim yazır. Hissləri çox güclüdür. Bax, bu mənada yəni doğrudan da insanın canından, həm o ilahi məqamdan gələn, həm də insanın özünün o materialist aləmindən gələn bir nemətdir söz. Söz can yonqarıdır. Həmin fikri gör Füzuli necə davam elətdirir. Can sözdür, əgər bilirsə insan, sözdür ki, deyirlər özgədir can. Burada söz sözünün özü ilə necə zarafatlaşır, fikir verin. Can sözdür əgər bilirsə insan, sözdür ki, deyirlər özgədir can. Yəni, desələr ki, can bundan ayrı şeydir, bilin ki, boş-boş söhbətlərdir. Sözdür ifadəsi burada öz mahiyyətindən çıxıb, biz izah eləmişdik ya, deməli, özünün əksinə gedən, əks mənasını verən sözlər. Burada əks mənasını vermir, amma aşağılayıcı tonda işlənir. Söz ifadəsinin özü ilə belə zarafatlaşır, fikir verin. Can sözdür əgər bilirsə insan, sözdür ki, deyirlər özgədir can. Deyir, boş-boş söhbətlərdir, boş sözlü də danışırlar. Yəni ki, can özgə deyil, elə can sözün özüdür. İndi buna bizim müasir dövrümüzdə, bizim gözəl şairimiz Salam Sarvan gör necə asosiativ bir göndərmə eləyib. Yəni, bəlkə də şuuraltı eləyib, bunu məqsədli yazmayıb, mən bunu dəqiq bilmirəm, ancaq yenə deyirəm, bunun məsələyə aidiyyatı yoxdur. Yəni, şuuraltı oldu, yoxsa bilərəkdən hər şey yerə, bütün daşlar öz yerinə oturur. Deyir, yazmaq qələm kimi yonulmaqdır da, yonulub kağızdan yuxa çıxıram. Qara günlər çıxır kir kimi məndən, yuyunur beş arşın ağa çıxıram. Fikir verin, yazmaq qələm kimi yonulmaqdır da, yonulub kağızdan yuxa çıxıram. Qara günlər çıxır kir kimi məndən, yuyunur beş arşın ağa çıxıram. Deməli, Mövlanənin və Füzulinin məntiqini salam, sənətkarlıqla davam elətdirməklə, özünə məxsus intonasiyada və özünə məxsus obrazda davam elətdirməklə bərabər onların qarşısına növbəti bir karta da çıxardır. Deyir, insan həm də yaza-yaza durulur, yaza-yaza təmizlənir. Necə ki, yaşaya-yaşaya bütün qara günlər səndən tədricən aralanır və ölüb canını qutarırsan, eyni zamanda yaza-yaza da o əzablardan, izdirablardan xilas olmaq mümkündür. Fikir verin, bəndi bir daha təkrarlayıram. Yazmaq qələm kimi yonulmaqdır da, yonulub kağızdan yuxa çıxıram. Qara günlər çıxır kir kimi məndən, yuyunub beş arşın ağa çıxıram. Çox sağ olun, uğurlar olsun.